Hazırıq oluşlarım da arkada hazırdır. Evləri təmizlədik. İndi gedək bir dənə bunlara bayram payı alaq bu gündən əlaqəli. Çatdıra bilsəm bu videonu bu gün paylaşacağam. Çox istəyirəm bu gün paylaşım. Onlar bilmir. Çünki mən də təzə öyrənmişəm. Baxın, burada paltaryon maşınının bu hissəsində burada yer var. Belə basırsınız. İndi çıxmayacaq. İndi bastıq. Tak. Çıxardıq ya. Bilərsiniz. Burada yeri var. Baxın, bu gəlib burada oturmalıdır. Hoppa. Hı? Yok, öyle buradan çık. Hazırıq oluşlarım da arkada hazırdır. Evləri təmizlədik. İndi gedək bir dənə bunlara bayram payı alaq bu gündən əlaqəli. Çatdıra bilsəm bu videonu bu gün paylaşacağam. Çox istəyirəm bu gün paylaşım. İnşallah ki çatdırıb paylaşa bilərəm. Arkada Toğrul bəy. Toğrul bəy görə özünə nə istəsə onu alar. Daha sonra gələcəm, yeməyi bişirəcəm. Axırda da tonqala düşəcəyik. Üçümüz də. Görə hələ çatdıra biləcək ya yox. İnşallah ki bu videonu bu gün çatdırıb yığa bilərəm. Bayramla əlaqəli paylaşa bilərəm. Belə. Getdik. Oradan çəkəcəm, sizlə də paylaşacağım. Sonra gəlib süfrə açarıq. Çay süfrəsi, yemək süfrəsini çəkmərəm, amma çay süfrəsini çəkərəm. Yemək süfrəsində belə şanşalı şeylər bişirməmişəm. Elə. Telefonumun çəkilişi gedəcək. Allah. Havada mis. Qəşəng hava var. Hələ işlər gedir, baxın. Getdi. Niyə gülürsünüz? Neyse. Ailesi. Belə eləyirsiniz. Getdik. Ay, uçurum. Bura neçənci mərtəbə? Hə. Bu ayaqqabının rahatçılığından mən nə qədər danışsam azdır. Linkini paylaşaram. Bu bir də görürsünüz. Çox qəşəng ayaqqabılar. Gəlmişik Yusifə şalvar seçirək. Yusif heç bir şalvarı bəyənmir. Sizə də belə çətindir uşaqlara paltar almaq. Hələ oğlan uşağı vəbşə çətin imiş. Yəni qızın başından vurursan, qorxudursan. Yox, oğlan uşağı elə deyil. Uşaqlar belə şalvarlar bəyənir. Bax gedir, nədir bilmirəm. Belə. İndi Yusif çıxsın, göstərəcəm sizə. Belə köynək şalvarlar. Bu nədir, ay Allah, bunu necə? Belə ayaqqabıları niyə bəyənmişsiniz ki? Narahatdır ki. O ayakkabılar istemezsiniz. Yox, mənlik deyil ki, mənlik olsaydı nə var idi ki?
Bunlar da qəşəngdir. Məsələn, mən bəyənirəm bunları, amma bizimkilər bəyənmir. Niyə narazısan həyatdan? Sən niyə həyatdan narazısan? Sən haçan razı olasan həyatdan? Zor görsən. Bunu tut, mən onun sərgiyə salam. Atır saçdı da. Mən səni, indi qızlar baxacaq deyəcək ki, bu uşaq anasını nə qədər. Və bəri gəl görüm. Balaca deyil, qəşəngdir. Tut arxasında. Biraz bunun böyüyü var. Yox, balaca deyil axı. Balaca da arxasına baxma. Bu elə belə olur, üstdən geymək üçündür bu. Bu o şalvarda xoşuma gəlir. Baba, bu. Baxın, baxın, çevirin. O çox böyük. Bu çox böyükdür. Bu 150-dir. Gəlin belə sizə bir. Ay, bu çox gözəl olur. Deməli, Yusufə də Toğrula da aldım. Evdə gedib qiymətləri deyərəm sizə. Toğrul çox kaprizin uşağıdır. Həddən artıq çox kaprizinidir. O cəhət yox. Yusuf mənim sözümü baxır. Yəni incitmir də mənə. Amma Toğrul dəhşət. Yəni ona təsəvvür edirsiniz, bir dənə biz ağ köynək alıb çıxmışıq, bitdi. Bura çox səliqəli yerdir. Sevirəm də. Paltarlardan canımızı qurtarıb gəldim. Məhcəcülü almışam. Gedək evə indi nə eləyəsik evdə? Yumurta bəzəməyə. Bak görək neçəyədir. Ya evdə bunun əslində var ya gör. Nə bilim, bu da bu qəşəngdir. Tam qarası da var. Bu qəşəngdir. Ha, o sürdü. Ona görə deyirəm, bu balaca yoxşuyur. Yox, elə bu yox. Bu da qəşəngdir. Mən bunu çox bəyəndim. Baxın. Neçə gün idi bundan axtarırdım ya. Pomidor neçədir? O 13 manata kim qoyur? Kartof, qiyma. Pomidor neçədir bu? Bu pomidor 5 manat zirənin. Beton üstü dolu. Yaxşı, bərkid xanım, Bu o dördə. yaxşısı. Ölürəm yorğunluqdan bilirsiniz, ölürəm. Yəni uşağı apararsan, ana ürəyi nə istəyir, onu alar, geyindirir. Yox, indi elə deyil. İndi elə deyil, sizə də elədir. Yoxsa elə bir tək məndə elədir. Aldıqlarımı göstərirəm, yolda çəkənmədim, telefon çox çəkiş aparıram deyə. Telefonun zaryadkası bitdi. Aldıqlarımı göstərirəm sizə. Bu Yusufindir. Şalvar. Bagidir nədir? Bu şalvarın sevdasına düşmüşdü. Bagi şalvar. Baxın. Bu Yusufin, yəni böyük oğlumundur. Oradan aldıq. Bunu aldıq biz 45 manata deyəsən. Hə, 45 manata aldıq. Yəni 45 manata aldım bunu. Buraları falan kəsdirməyəcəm, ehtiyac deyil. İndi deyir uzun olmalıdır. Uşaq aldım. Bu Toğrul bəyəndi. Bunu da elə. Bu boyda. Böyüyə də eyni qiymət, balacaya da eyni qiymət. Bunu da aldım o qiymətə. Bu da. Bunun da adı var idi. Bu şalvarın da adı var, amma bilmədim nədir. Bunları da aldım. Aha, bu köynəyi də aldım. Əslində ilk əvvəl orada videoda yəqin ki görəcəksiniz də. Mən deyirəm ki, yox burada narıncı var. Xoşuma gəlmir. Amma aldım. Bunu da aldım. Təxmini bunu deyəsən aldıq 55 manata. Üstü də, yəni üstdən geyinilir. Bu da mənim sıxdı. Bunun ucuzu da var imiş, amma biz axtardıq tapanmadık. Yusuf deyir ki, mən onlayn satılan yerlər görmüşdüm. Orada daha ucuz imiş. Bunu tapanmadım. Nə qədər axtardıq, tapanmadık. M razmerdir bu. Bacım, mən Toğrula heç nə alamadım. Toğrula aldığım bir tək budur. Bu hansınındır? Yox, bu Yusufədir. Hə, bunu 10 manata almışam. 10 manata aldım. Həsəslanovdan aldım bunu. 10 manata. Baxın. Elə qəşəng materialı var ki, gərək bir iki dənə alardım. Bu haranındır? Türkiyənin də.
Ha, elə qəşəng material var. Ha. Bu da, hə, bizim toğrulumuzun. Bizim toğrulum. Bir dənə aldığımız bir budur. Bax, bunu da ondan tanımışam bu arada. Çox qəşəng material. Yo, mən ata yo. Bunu ucuz almışam. Bunu necə oldusa ucuz almışam. Özümə heç nə almamışam. Bir də bu ayaqqabını təriflədi. Dedi ki, Adidas, Campus, hə, Adidas firmasına aiddir. Hə, Campus imiş bu. Deyir ki, rahatdır. Elə çox təriflədi. Satıcı bizimki də bunu bəyəndi. Qaldı Yusifin ayaqqabısı, paltarlarla uyğun ayaqqabı alacağam. Bitdi. Məncə bu qədər bəsdir. Bu qədər bəsdir. Mənə heç kim heç nə almadı. Özümə nə almışam? Baxın. Özümə nə almışam? Onu göstərirəm. Bayram payı almışam qızlar özümə. Sizə də göstərdim. Bilirsiniz bu nədir? Şamdan. Axşam süfrə rahatlayacağam, onu da görəcəksiniz. Bu şamdandır. Verin. Yox. Bunu aldım. Bunu deyəsən, valla 14 manat. 14 manat idi deyəsən. Bir də bunlar almışam. Bayram payı almışam özümə. Xoşum gəlir, yəni süfrədə şamdan olsun, şam olsun, gül olsun, romantik qadınım. Ona görə bunları aldım, canım gözlərim. Bunları almışam. Axşam çərşənbə süfrəsi açacağam. Paltarımı dəyişirəm. Gəlirəm, süfrəmi hazırlamağa başlayıram. Yəni çay süfrəmi sizlə bölüşəcəm. Belə, getdim mən. Ne güzel oldu. Canım evim. Buranın fokusu da. Yo estetik video çəkirəm. Yəni görürsüz mən görüm yanmadı. Telefonun da zaryadkası tutarır. Ay, ne güzel oldu. Bəndiz mənim çərşənbə süfrə. Sevirəm də. Bərbəzəyi sevirəm mən. Sevirəm neyim? Kolta ver mənə. Aşkım. Gəlirsən sən. Canım mənim. Amma məni çox incitdiniz bu gün. Çox ha. Biraz kesin var. Çay içərik biraz. Çay rahatlamaq. Çay hazırlamaq sizdeydi amma. Öpmürəm mən. Yox, sən Allah qıma buram çox sabırıyım. Haram. Öpüm sənə zəng Çəkir. Yox da o yaxşıda kamera çəksin. Öp. Ay kamera. Öpərəm tutarır. La yaxşı öpdü. Öpməyəcəm. Allah aşkına bir də sanki kamera qabağında durmaram. Belə nə olur olsun. Öz işi bizim. Hə, bilə. Sağ olun dostlar. Gedilər deməli.
Bax bu uşaqlar var ha, gediblər. Mən deyirəm siz. Deməli saat 9 gəlmirlər evə. Gör Tonqalın yanına gediblər. Saçım başımı dağıtdılar, bərli və vəzəyim pozuldu. Gör Tonqalın yanına gediblər. Evdə mən da inanın ki, da nələr çəkdim, nələrimi də süfrəni hazırlayıram ki, uşaq bayramı keçirsin, bir rahat olsun. Yox, yoxdular. Ortalıqda bir baxdım. Bayramın şeyi. İndi ora sual ver, görək elə hamı bizim kimidir. Sizin də uşaqlar saat 9-da gəlirlər, tonqal görəndə, ondan sonra yolka görəndə, nədir o zırpaket? Zırpaket görəndə özlərini itirirlər. Bunlar nə başqa oynar?